Dekabrın 9-da Bratislavada Prezident İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Richard Raşı ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı. Azərbaycan prezidenti xatirə kitabını imzaladı. Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Richard Raşı ilə təkbətək görüşü oldu. Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu. Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik etdi. İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Richard Raşı Azərbaycandan Qarabağa səfərini xatırladı. İşğaldan azad edilmiş Ağdamın Başqərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirdi. Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğuladı. Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunuldu. Beynəlxalq parlamentlər arası təsisatlar çərçivəsində ölkələrimizin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirildi. Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edildi.